Azərbaycan nağılları. Hamı yatıb, cırtdan oyaq. Biri var idi, biri yox idi. Bir qoca nənə var idi, bu qoca nənənin balaca bir nəvəsi var idi. Uşaq o qədər balaca idi ki, hamı onu cırtdan çağırardı. Bir gün cırtdan gördü ki, qonşunun uşaqları meşəyə odun yığmağa gedirlər. Gəlib nənəsinə dedi: "Ay nənə, mən də uşaqlarla odun yığmağa getmək istəyirəm." Qoca nənə uşaqları çağırıb, hərəsinə bir yağlı çökə verib, tapşırdı ki, meşədə cırtdana göz qulaq olsunlar. Cırtdan uşaqlara qoşulub, onlarla birlikdə meşəyə sarı yollandı. Yolda cırtdan özünü yerə vurdu ki, yorulmuşam, daha gələnmirəm. Cırtdanın yoldaşları dedilər: "Ay cırtdan, niyə gəlmirsən?" Cırtdan dedi: "Nənəm məni sizə tapşırıb. Məni dalınıza alıb aparın." Cırtdanın yoldaşları onu növbət ilə dallarını alıb meşəyə gətirdilər. Dedilər: "Ay cırtdan, sən niyə odun yığmırsan?" Cırtdan cavab verdi: "Nənəm məni sizə tapşırıb. Mənim üçün də odun yığın." Uşaqlar cırtdana da odun yığdılar. Sonra hər kəs öz odununu şala bağlayıb dalını aldı. Gördülər cırtdan oturub baxır. Ona dedilər: "Ay cırtdan, sən niyə odununu götürmürsən?" Cırtdan cavab verdi: "Nənəm məni sizə tapşırıb. Mənim odunumu da götürün." Uşaqlar çarəsiz qalıb, onun da odununu, dallarını aldılar, götürdülər. Biraz yol gedəndən sonra gördülər ki, cırtdan dalıya qalıb ağlayır. Dedilər: "Ay cırtdan, nəyə ağlayırsan?" Cırtdan cavab verdi: "Yorulmuşam. Nənəm sizə işli çörək verdi ki." Yoldaşları onun sözünü ağzında qoydular. Onlardan biri cırtdana acıqlandı: "Yaman pis öyrənmisən. Daha səni dalımıza götürən deyirik. İstəyirsən gəl, istəmirsən burada otur, qurda quşa yeyim ol." Cırtdan gördü, yox, daha naz etməyin yeri deyil. Çarəsi kəsilib, yoldaşlarının dalınca getməyə başladı. Uşaqlar çoxlu yol getdikdən sonra axşam oldu. Qaranlıq hər yerə bələşdi. Onlar yolu azdılar. Axtara-axtara gəlib bir yerə yetişdilər ki, yol iki yerə bölünür. Gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdən it hürür. Biri dedi: "İşıq gələn tərəfə gedək." O biri dedi: "Yox, it hürən tərəfə gedək." Ha ölçüb biçdilər, bir qərara gələ bilmədilər. Axırda cırtdandan soruşdular: "Ay cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?" Cırtdan cavab verdi: "İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik." Uşaqlar işıq gələn yola gedib bir devin evinə çatdılar. Dev uşaqları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları yeyib qarnımı doyurdaram." Dev uşaqlara süfrə açdı, çörək yedirdib yatırtdı. Gecədən xeyli keçəndən sonra dev uşaqlardan birini yemək istədi. Dev uşaqların yatıb yatmadığını bilmək üçün içəri girib dedi: "Kim yatmış, kim oyaq?" Qorxudan cırtdanın gözünə yuxu getmirdi. Bu sözü eşidəndə tez başını yorğan altından qaldırıb dilləndi: "Hamı yatmış, cırtdan oyaq." Dev soruşdu: "Cırtdan nəyə yatmırsan?" Cırtdan dedi: "Nənəm mənə hər gecə qayğanaq bişirib, yedirdib, sonra yatırdardı." Dev qalxdı, tez qayğanaq bişirib cırtdana yedirtdi ki, bəlkə yata. Bir qədər keçəndən sonra dev yenə soruşdu: "Kim yatmış, kim oyaq?" Yenə cırtdan başını qaldırıb dedi: "Hamı yatmış, cırtdan oyaq." Dev soruşdu: "Cırtdan, indi nəyə yatmırsan?" Cırtdan cavab verdi: "Hər gecə nənəm məni çayda xəlbirlə su gətirərdi." Dev ayağa qalxıb bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan tez yoldaşlarını oyandırıb dedi:
Bu dev bizi yemək istəyir. Nə qədər ki qayıtmayıb, durun tez qaçıb aradan çıxaq. Uşaqlar tez qalxdılar, çayın dayaz yerini tapıb o biri üzünə keçdilər. Bu tərəfdən dev nə qədər xəlbiri suya salıb çıxardırdı, xəlbirdə su qalmırdı ki, qalmırdı. Axırda dev təncə gəlib qayıtmaq istəyəndə birdən gördü ki, uşaqlar çayın o tayında gedirlər. Dev istədi çayı keçib uşaqların dalınca düşsün, amma ha çalışdı, keçə bilmədi. Axırda uşaqlara haraylandı. Ay uşaqlar, siz sudan nə təhər keçdiniz? Cırtdan tez cavab verdi. Get bir dəyirman daşı tap, boynuna keçirdib, özünü suya art, onda keçərsən. Dev cırtdanın sözünə inanıb, gedib bir dəyirman daşı tapıb boynuna keçirdib, özünü suya atdı. Su devi özü ilə götürüb uzaqlara apardı.